De qabağında da xoşbəxtlik. Götür topu gir oynayaq. Doğrudan deyirsən? Allah həri. Davay. Uşaq, sən bizdən uzaq düşdün artıq. Yorulmayasınız qardaş. Niyə görə dedin ki, indi güya bu sözü? Mənim yadımdadır, biz böyüklərlə hamama gedəndə tanımadıq adamların hamısına deyirlər ki, həmişə təmizlikdə, vücudu pak. Ən azından bax küçədə kimsə belə işləyəndə çönüb deyirlər ki, yorulmayasınız, Allah qüvvət versin. Niyə görə biz belə ala bildim, görə sözü kimə deyirsən sən? Bağışlayın xanım, gedirəm. Ayda, belə qorxaq olma da. Niyə getdin axı sən? Xanım, çox üzr istəyirəm. Mən sizə eşidirəm axı. Əgər tanış olmaq istəyirsinizsə tanış olaq. Sırtığa bax sən. Mən sən bildiyin qızlardan deyiləm ha. Bu dəqiqə səni paylaşaram, biabır eləyərəm, gözə. Siz Allah bağışlayın. Səhv başa düşmüşəm. Ayda, biraz ürəkli ol da. Uca tanış olurdum mən səninlə. Aa, yenə qayıtdın sən? Ha, bu nə videodur, ha? Sən matışqasan bara. Bu demirsən çıxar qohumların zadın qabağına, görərlər, biabır olarıq. Sən niyə mən papağımı yerə soxsan, ha? Bu nə yaşaydı, bala? Nə danışırsan, ya kişisən? Keçən ay o videoların hesabına $5000 pul qazanmışam, mən. 5000? Onlar arkadan avlarlar. Mənim üçün xüsusi, fərdi belə bir dənə atalar sözü fikirləşə bilərsiniz. Yaxşı. Adın nədir oğul? Hilal, Nə işlə məşğulsan? TikTokerəm. Boyun neçədir? 1.90. Soxsam yoxsan?